Salam uşaqlar, xoş gördük. Biz sizlərlə bugün HTML dərsimizdə form tagləri haqqında danışacağıq ki, form taglər nədir, nə iş görür? Bunlar haqqında danışacağıq. İlk öncə bir dənə sayta nəzər salaq. Məsəl üçün gördüyünüz kimi daxil olarkən sizin qarşınıza vizual bir görünüş çıxır və bu görünüş məlumat xarakterlidir. Yəni içində tekstlər var, şəkillər var və bunlar sizə hərəsi müəyyən bir sahə üzərində məlumat verir. Məsələn, sayt nə əsasında yığılıbsa ona uyğun bir məlumat verir. Yalnız saytın bəzən elə hissəsi də var ki, bura sizə məlumat vermir. Sırf sizdən bir məlumat istəyir. Məsəl üçün, bu hissə. Bu sizdən full name istəyir, adınızı istəyir, adresinizi istəyir, nömrənizi istəyir və mesajınız varsa, nəsə bir rəy verilmək istəyirsə, onu istəyir və aşağıda bir dənə təsdiqlə düyməsi var. Submit. Avtomatik buna basdıqda sizin bu məlumatınız back-enddə yollanılır. Yəni, bu hissə məhz form tagin içərisində yazılır. Əgər saytın bir hissəsi sizdən bir məlumat istəyirsə və bu məlumatlar back-enddə yollanırsa, bu hissə form tagin içərisində yazılır. İndi isə gəlin kodumuzda form tagin yaradaq və yazılış formalarına baxaq. Form tagini ilk öncə HTML-imizi yaradaq. HTML5-i yaradıram. Form tagimizi yaradaq. İçində biraz yaxınlaşdırım. Tamam. İçində bir input yaradıram. Bir dənə də button yaradaq. Sizə edək ki, düymə. Buna bir dənə browser üzərindən baxaq. Bəli. Bir dənə input yaratmışdım və bir dənə də button yaratmışdım. Fikir verirsiniz ki, mən hər buttona kliklədikdə avtomatik mənim səhifəmdə refresh gedir. Bura diqqətlə baxsaz. Buttona klikləyirəm və burada baxsaz görə bilərsiniz. Hər dəfəsində sanki səhifəm yenidən yüklənir. Hətta içində yazdıqda, yəni içi sıfırlanır. Niyə? Çünki mən bunu form tagin içində yazmışam, avtomatik məlumat back-enddə yollamaq üçün istifadə olunur deyə hər dəfəsində mənim səhifəmdə refresh gedir. İndi isə başlayaq ən başdan form taginin içindəki atribut, action atributundan danışmağa ki, görək bu nədir, nə iş görür, bunun haqqında danışaq. Action atributu sizin formun içindəki məlumatı göndərəcəyiniz yerin back-enddəki yolunu göstərir. Yəni, back-enddə bunu hara göndərmək istəyirsən, onu göstərir. Məsəl üçün, mən bura home /işarəsi person yazsam, məsəl üçün, mənim back-enddə belə bir funksiyonum var da, tutaq ki, və məlumat ora gedəcək. Və məlumatı göndərməyin, yəni yolunu yazdım, home person. Göndərməyin iki üsulu var, iki metodu var. Metod atributu, get və post. Bunlar nədir və bunların fərqi nədir, onlar haqqında danışaq. Get məlumatı gətirmək üçün istifadə olunur. Yəni, back-enddən ona uyğun bir məlumat gəlsin, post isə həmin məlumatı back-endə göndərmək üçün istifadə olunur. Məsəl üçün, metodun içində bir dənə post yazaq, post metodunu göstərək. Gəlirəm bura, ad yazıram, ilkin, düyməyə klikləyirəm, avtomatik belə bir errorla rastlaşıram. Çünki bunun səbəbi mənim hələ back-enddə belə bir səhifəmin olmamağıdır. Yəni, məndə belə bir səhifə yox deyə avtomatik mən bura məlumat da göndərə bilmirəm. İndi isə gəlin get metodundan danışaq. Get metodu. Hətta bura bir dənə də input əlavə edeyim. Birinə ad yazaq, birinə soyad yazaq. Hətta siz gəlin bunlara biz bir name də verək. Name haqqında birazdan danışacaq. Buna name verim. Olsun ad. Buna name verim, olsun soyad. Bura klikləyirsiniz. Fikir verirsə, yuxarı basdıqda. Error vermədi. Çünki mən səhifəyə məlumat göndərməm, əksinə səhifədən məlumat istəyirəm. Ad İlkin və soyad Məmmədli. Buradakı get metodu, yəni bu işi görür ki, sizdəki bu məlumatı back-enddə göndərdi və back-enddə bunun üzərindən axtarış verməsini istəyir və buna uyğun nəticələri gətirməsini istədi. Yəni get metodu bu back-enddə göndərir. Post görür ki, bayaqki kimi işləmədi. Çünki error verdi, elə bir səhifəm yoxdur. Ora məlumat göndərəmirəm. Get metodudakı ora məlumatı göndərir ki, bunun üzərində axtarış elə və buna uyğun nəticələri mənə gətir. Bu da bu işi gördü. Əslində siz bunu back-end mövzusunda keçərsiniz. Sadəcə bu dəstəyir ki, yəni bunları da əvvəldən biləsiniz. İndi isə keçək inputlarımızın taypları haqqında danışaq biraz. Mən burada taypları da qeyd eləmişəm və inputların atributlarını da qeyd eləmişəm.
Bunlar haqqında danışaq. İlk danışacağımız atribut onsuz inputun type atributudur. Yaradan kimdə, yəni üzərində gələn atributdur. İndi isə gəlin bunlar haqqında danışaq. Inputu yaradaq və type-ı text gəlir. Yəni bunun içində text olduğu kimi, yəni adı üstündə type-ı textdir. Siz bunu yazmasanız nə baş verər? Məsələn, mən bunun type-ını silirəm. Type-ı dəyişib nə olur deyə sorsanız, yəni yenə də eyni şey qalır. Yəni type-ını yazdınız, yazmadınız, bu onu avtomatik. Yəni type-ı text yazdınız ya da yazmadınız, avtomatik olaraq bu onsuz type-ı text kimi qəbul olunur. Bir də əvvəlki formaya qaytaraq, məsəl üçün type-ı textdir. İndi type-ı text'i demişkən, gəlin biraz da atributlar haqqında danışaq. Məsəl üçün başqa placeholder və value'lar, ID-lər haqqında danışaq. Placeholder yazaq. Placeholder ad. Placeholder bu inputun, yəni nə iş görəcəyini haqqında məlumat verir. Yəni nə işə yarayır bu input. İçinə ad yazılıb, belə deyim də, bəzi saytlarda qeydiyyatınız addan keçəndə görürsünüz də. Inputlar var və içində nə iş görəcəyini yazdır ki, bura adınızı yazın, bura soyadınızı yazın. Placeholder də o placeholderdir. Məsələn, adımı yazıram, avtomatik ad sözü də silindi və burada mənim adım yer aldı. Qaytarıram, placeholder öz yerində dayanır ki, boş qaldıqda. Yəni, bura ad üçündür, ad üçün istifadə olunur. Bəzən saytlarda bəzi təcrübəsizlik görə bilərsiniz. Bunu value içərisində yazırlar. Və mən gəlib bura adımı yazdıqda ad sözü silinmir. Məcburam başa qaytaranda adı silim, sonra öz adımı yazın. Bu təcrübəsizlikdir və düzgün yol deyil. Çünki bu value yox, placeholderdir. Yəni value-dən placeholderin fərqi budur ki, placeholder onu izah edir, nə işə yaradığını deyir. Value isə inputun içində yazılan bir dəyərdir. Yəni siz o nə işə yaradığını value içərisində qeyd eləyə bilməzsiniz. İndi isə gələk buradan type-ı text'i danışdıq, bunu silək. Buradansa type-ı dedik, placeholder'i dedik, bunu silək. Value-nu da dedik, bunu da silək. Gələk indi ID və name haqqında danışaq. Bu inputun placeholder'ini də silin. ID identifikasiya deməkdir və sizin inputunuza müraciət eləməyinizə sizə kömək olur. ID adları rəqəmlə başlaya bilməzlər, amma hərflərlə başlayıb sonra rəqəm verə bilərsiniz. ID adlarının içərisində toplama, vurma, bərabərdir, çıxma, bu tip əməllərin işarələrini yaza bilməzsiniz. Sadəcə bu tiplərdə ola bilər ID adları. Bundan başqa keçək name atributu haqqında danışaq. Name ilə əslində ID-nin çox oxşar cəhətləri var. Yəni fərqliləri çox azdır, yəni bir-birlərinə çox oxşayırlar. Hər ikisi inputa müraciət eləmək üçün nəzərdə tutulubdur. Yəni siz hər ikisi vasitəsindən həmin inputunuzu çağırıb onun valuesunu götürə bilərsiniz. Fərqləri isə ondan ibarət ki, name təkrarlana bilər. Məsəl üçün mənim burada 3-4 dənə inputum olsa, hər birinin name'ini eyni verə bilərəm. Amma ID adı təkrarlana bilməz. Bu name'lər niyə təkrarlansın, niyə təkrarlana bilər? Bunu videonun irəliləyən dəqiqələrində görəsiniz. Yəni axırlarda izah eləyəcəyik. Bir də name-dən istifadə eləyərək, məsəl üçün yadınızdasa videonun başlarında mən get atributunu istifadə edərək name-in içində yazdım və elə göndərdim. Name vasitəsilə sizin məlumatınız backend-ə göndərilir və siz həmin o name-dən istifadə eləyərək təzədən həmin inputun valuesunu götürə bilərsiniz. Amma ID-dən istifadə eləyərək onu backend-ə göndərə bilməzsiniz. ID ən çox klassik .NET-də və web forumlarda JavaScript-də istifadə olunur. Name vasitəsilə isə məlumatlar backend-ə göndərilir. Yəni digər bir fərqləri də ki, budur. Name-i də silək. Keçək, sonra buradan name-də danışdıq, ID-də danışdıq. Bunları da silək. Bundan sonra isə danışaq bir type-dan number-dən. Number nədir, nə iş görür? Number text-dən fərqli olaraq içində ancaq siz sırf rəqəm yaza bilərsiniz. Məsəl üçün, rəqəmləri yazıram və hərf yazmaq istəyirəm. Yaza bilmirəm hal-hazırda. Bir də gördüyünüz kimi qarşısında ox gəlir. Məsəl üçün, burada 2 yazırsınız. İləri kliklədikdə və arta-arta getməyə davam edir. 1-1. Məsələn, 1 yazıram. Normalda onsa 1-1 gedir. İstədiyiniz yerdən başlayaraq 1-1 artmağa davam edir. Biz number haqqında danışmışkən, gəlin istəyirsiniz biz step atributunu da göstərək. Step atributu nə iş görür? Step addım sayı deməkdir. Məsəl üçün, buraya yazıram 5. Avtomatik olaraq step başlayır. Yəni 5 addım gedir.
Belə. Step haqqında da danışdıq. Baxaq görə burada başqa nəyimiz var. Burada date'imiz var, date, time, local var və time var typelardan. İndi isə bunları tanıyaq. Görək bunlar nə üçün istifadə olunur. Ən birinci date, time, local. İkinci input date. Və üçüncüyə də ki time yazaq. Birinci date'dən başlayaq. Sonra ən axırı date, time, local və local deyərik. Tamam, göründüyü kimi ekranda görsəndilər. İndi isə bunların fərqləri nədir, hardansını istifadə olunur, onlar haqqında danışaq. Ən birinci date. Başlayır, ay, gün, il olaraq sıralayır. Əslində düzdür, bəzən yəni biz bir çoxumuz gündən başlayıb sıralayırıq, günü qeyd edirik, sonra ay, sonra ili qeyd edirik. Amma burada aydan başlayır, gün gəlir, sonra isə ili qeyd olunur. Month, day və year. Bunların yerlərini dəyişə bilərsiniz, amma dəyişmək üçün JavaScript-də kodlar yazmalısınız. Sağda isə təqvim var, inputun içində basırsınız. Aylarınızı dəyişə bilərsiniz buradan, hətta illərinizi belə dəyişə bilərsiniz. Yəni bu tip istifadə olunur. Date time local nədir? Bəs bunun date time-dan date-dən fərqi var. Date time local saat qurşağı üzərində işləyir. Məsəl üçün sizin saat qurşağınızda ola bilər ki, təqvim belə yazılsın ki, gün gəlsin, sonra ay, sonra il, ya da il başda gəlir, sonra ay, sonra gün yazılır. Yəni bu avtomatik onu nəzərə alır, amma bir çox brauzerlərdə date time local işləmir. Yəni mən bilirəm bizim saat qurşağımızda gün, sonra ay, sonra il yazılır, amma gördüyünüz kimi yenə aydan başlayıb, onsa çox istifadə olunmur o qədər də. Əsas date time-ın özü, date-in özü çox istifadə olunur. Date time local o qədər də çox istifadə olunmur. Yəni bu sağında date-də olmayan fərqlilər var. Bunlar nədir? Bunlar saat əlavə olunmaq üçündür. Yəni buradan belə saatla qeyd edə bilirsiniz. Burada ayın və p-in var. Yəni bunun da sağında təqvim var. Həm ayın təqvimi var, həm də ki saatın təqvimi var. İkisi bir yerdədir. Time nədir? Yəni bunun sırf saat hissəsi. Burada sırf saat qeyd edirsiniz. Ayın və p-in var. Burada klikləyici avtomatik saat dəyişmək üçün belə bir dənə ad kateqoriya kimi pəncərə açılır. Tamam, bunlar haqqında elə bu qədər. Onsuz buradan date time local-dan qədər də istifadə olunmur. Ən çox date-dən istifadə olunur. Bir də bəzi yerlərdə time-dan da istifadə oluna bilər. Bunlar haqqında da bu qədər. Tamam, baxaq görək burada başqa nələrimiz var. Buttonımız var və bir də submitimiz var. Yəni bu typelar haqqında da danışaq görək bunlar nədir və nə iş görür. Input yaradaq, type-ına verək button. Input yaradaq, bunu da type-ına verək submit. Və yadınızdadırsa mən videonun başlarında action sizə göstərmək üçün, post metodunu göstərmək üçün bura button yazmışdım. Amma onu button tag-inə yazmışdım. Bunu da etsin yazaq elə button. Görürsünüz, button içinə button yazdım, içi dolu gəldi. Submit'in içinə heç nə yazmamışam, içi dolu gəldi. Inputun içi boşdur və normal olaraq boş gəldi. Gəlin bir dənə bunun içini dolduraq və üstünə yazaq ki, bu olsun input button, tag buttondan ayıraq. Bu olsun tag button. Button sözü onsuz da var imiş. Tamam, baxaq. Bu input buttondur, bu submitdir, bu da ki tag buttondur. Görürsünüz, submit'in içinə heç nə yazmamışam. Value dəyər zad mənim çətmədim. Avtomatik olaraq içinə submit yazıldı. Bu submit nədir? Sizin kompüterinizdə dili nədirsə, bu submit o dildə tərcümə olunur və bura yazılır. Məsələn, kompüter türk dilində işlətsəydiniz, bura onayla yazılacaqdı. Azərbaycan dilində işlətsəydiniz, yəqin ki, tərcümə olaraq təsdiq et yazılacaqdı. Tamam, indi isə gəlin bunların fərqi haqqında danışaq ki, yəni hamısı görünüş cəhətdən oxşuyur. Submit də, tag button da, input button da. Bunların fərqi haqqında danışaq. Fərqi haqqında danışmaq üçün bir dənə boş input yaradıram burada. Inputun içinə yazı yazıram. Input buttona klikləyirəm, heç nə olmur. Submit buttona klikləyirəm, görürəm ki, inputun içi boşalır. Yazıram və tag buttona klikləsəm nə baş verər? Görürəm bunda ki, inputun içi boşaldı. Deməli, submitlə tag button bəzi xüsusiyyətlərinə görə bir-birlərinə oxşuyur. Yaxşı, input buttonla submitin fərqi nədir? Gəlin onlar haqqında danışaq. Input button, submit button buradakı formu tətikləyir. Yəni deyir ki, bu məlumatı back-end'ə göndər. Yəni, məsəl üçün, yadınızdadır, dərs videonun başlarında belə bir dənə göstərmişdi bir sayt üzərində. Yəni, ən sonra submit yazılmışdı.
Yəni məlumatları doldurursunuz, bura klikləyirsiniz və o məlumat back-end'ə göndərilir. Yəni buradakı bu submitin də işi budur ki, bu submitə kliklədiniz, avtomatik formunuz tətiklənir və işləməyə başlar və məlumatınız da ki, back-end'ə göndərilir. Və yaxşı, input buttondan harda nə üçün istifadə olunur onu deyək. Input button məlumatı back-end'ə göndərmir. Sadəcə bəzən JavaScript-də istifadə olunur ki, bu buttona basdıqda nəsə bir iş görsün, bir funksiya işləsin, onun üçün istifadə olunur. Submit-dən istifadə eləmək olmazdımı JavaScript-də? Xeyr, olmazdı. Submit sırf back-end'ə məlumat göndərirdi. Avtomatik olaraq orada JavaScript kodlarınızda işləməyəcəkdi. Bunun üçün inputun type buttonundan istifadə olunur ya da elə ID buttonundan da istifadə edə bilərsiniz. Tamam. İndi də danışaq submit və bu buttonun fərqi nədir? Bunlar haqqında danışaq. Submit-lə bu button gördüyünüz kimi hər ikisi eyni işi görür. Hər ikisinin klikində mənim form teqim tətiklənir və bunların fərqi nədir? Hər ikisi belə eyni işi görə bilər. Oxşar xüsusiyyətləri ola bilər. Fərqləri əsasən dizayn baxımındandır. Məsəl üçün, bunun içində bir ikon yerləşdirmək istəyirəm və yaxud da ki, başqa bir tag əlavə eləmək istəyirəm. Məsələn, biz bunun içində düymə yazmışdıq. Gəlin, biz bunu bold tagin içərisinə yazaq, biraz qalın görsənsin. Məsəl üçün, yazaq button. Tamam, bunu belə qalınlaşdıra bilirəm, qalınlaşır. Amma submitdə bunu eləyə bilirəmmi? Xeyr. Yəni, submitin bağlanışı yoxdur. Sadəcə açılışı var. Yəni, submit deyəndə inputun. Type submitdir və bunun bağlanışı yoxdur. Mən tagi bura hara yazım? Yəni, yaza bilmərəm. Bura yazmağa çalışsam, olmur. B yazıram. Başqa bir atribut gəlir. Belə yazmağa çalışsam, yəni hazır özünü tag kimi yazmağa çalışsam, olmur. Value-nun içərisinə. Yəni, siz bunu kopyalayıb atsaq. Baxaq. Yəni, belə özü bir error kimi gəlir. Onsuz burada qırmızılardan görürsünüz. Yəni, fərq bundan ibarətdir ki, submitə bir dizayn kimi heç nə eləyə bilməzsiniz. İçində başqa bir tag atsa, içində bir ikon zad yerləşdirə bilməzsiniz. Amma tag button belə deyil. Yəni, tag button bağlanışda var deyə içində rahatlıqla başqa taglərdən istifadə edə bilərsiniz. Bir də submit hər bir web form içərisində yalnız bir submit olmalıdır. İkinci bir submit ola bilməz. Olsa nə baş verər görünüş baxımından deyilsə baxaq. Mən bura vəliləri boş qoydum deyə avtomatik içi boş qaldı. Submiti nəzərə almadı. Bunu bir dənə silək. Görünüş baxımında heç bir dəyişiklik olmur. Yəni, hər iki submitin buradadır. Hər ikisinə klikləyəm, yəni refresh gedir. Amma yenə deyirəm, bu yazılış düzgün deyil. Submit özü back-end'ə bir məlumat göndərmək üçün istifadə olunur və hər form içində bir dənə olmalıdır. Tamam, bunlardan da bu qədər. Baxaq görək, orada başqa nələrimiz var. Buttonu danışdıq, submiti danışdıq. Password var, mouse var. Yəni, bunların haqqında da biraz danışaq. Mouse, date və date time lokal oxşuyur. Yəni, sadəcə bunun üzərində artıq siz ayları qeyd edə bilərsiniz və ayın hansı günündəsiz, onlar haqqında məlumat verə bilərsiniz. Əslində, mouse özdə o qədər də çox istifadə olunmur. İçində sadəcə ayları saxlayır. Keçək buradan mouse da silək. Danışaq password haqqında. Input, type, password. Əslində bəlkə siz bunu bəzi saytlarda çox görmürsünüz daxil olarkən sosial şəbəkələrə, kompüter üzərindən. Parola yazırsınız, amma avtomatik belə xırda nöqtələr şəklində göstərir. Yəni, bu müqayisəsini görmək istəyirsə, yuxarıda bir dənə tekstə yaradaq. Yəni, bura normal yazı yazıram. Yəni, oxunur. Bura yazıram isə, avtomatik yazdığım yazını oxuya bilmirəm. Bəs bura yazdığımı oxuya bilərəmmi? Yəni, bəzən yəqin ki, başınıza gəlir, sosial şəbəkəyə daxil olursunuz, parolunuzu görürsünüz, amma unutmuşsunuz, yanınızda deyil nədir? Inspektə daxil oluruq. Inspektə və işləsən bizə demişdik. Buraya daxil olursunuz və burada görürsünüz ki, bu inputumun type-ı var. Password yazılıbdır. Siz buradan klikləyərək bu passwordu text eləsəz, avtomatik orada yazın görürsünüz. Type text nədir? Yazı oxunur. Yəni, mən də gəlib bunun type-ını text eləyirəm və avtomatik oradakı yazı oxunur. Inputumuzun password type haqqında da bu qədər. Bundan sonraki qalan atributlarımız və
digər tayflarımız haqqında isə uşaqlar növbəti dərsimizdə danışacağıq. Çünki əsas lazım olanları dedik. Əsas tayfları göstərdik, əsas atributlardan da biraz danışdıq. Bunlar əslində o qədər çox istifadə olunmur, amma bilməyiniz məsləhətdir. Bunlar isə dərsimizin bu növbəti hissəsində, part 2 hissəsində yer alacaq. Bugünlük dərsimiz bu qədər.